Mən uşaqlar görmüşəm, uşaqlar hansı ki ailəni başlayır idarə eləməyə. Şuur sahibi. Uşaqlarla bağlı bir mövzu inşallah eləyərik. Mən bir dənə bir sevginin 81 dili deyə bir mən analizlərimi çıxartmışam. 81 sevgi dili var. 5 dil zad deyil, 81 sevgi dili var. 9-dan törəmədi təbii ki bu. Tezliklə onda izləsinlər. Mütləq şəkildə onun haqqında bir mövzu olacaq. Yaxşı, bir deyək belə deyir. Çin eləyir bəs? 2 insanları başa düşmək istəyir. Anlamaq istəyir və qazıyır. Qazıyır və 2 ilə danışanda adam danışmaq istəyir, qulaq asmaq istəyir. 2-nin bacarığı nədədir bəs? 2-nin bacarığı diplomatiyadadır, ünsiyyətdədir, münasibət qurmadadır. 2 bir dənə mövzuda kimlənsə misal üçün anasını başa düşmədi. İlişdi orada. Niyə mənə bu söz, sevgilim niyə mənə belə dedi? İlişdi qaldı, düşür depressiyaya, bütün münasibətlərin kəsdi. Mən təsvir yaxından yaşayıram o situasiyonu. Bütün münasibətləri kəsdi, heç kimdən danışmır. Necə reallaşsın, necə ideya gəlsin, necə potensial artsın. Faktiki olaraq özünü minusa aparır. Bəli, subyektivdə yaşayır. Özdə həmişə münasibət baxımından gözləntisi var. Həmişə. Sən məni başa düşməlisən deyir. Sən məni anlamalısan. Gələndə başa düşdü. Sən məni anlamalısan deyir. Bütün qadınlar bir balaca 2-dir, bir balaca 7-dir. Ona görə bütün qadınlar bir balaca o çox şəkildə səni deyir ki, həmişə mənə başa düşməndən zaman keçir. Bir balaca 7-dirlər. Davamlı olaraq deyirlər ki, məni təriflə, təsdiqlə, mənə priznaniya ver. Sən vermirsənsə o priznaniyanı, soda qırğın düşür. Sən ən zəif nöqtəndən sancacaq.